Maşınınızdan gələn səslərin səbəbini bilirsiniz? Bu səs avtomobil kəmərindən gəlir. Adətən kəmərin boşalması, köhnəlməsi və ya üzərinə toz ya da nəm düşməsi səbəbindən yaranır. Bu səs mühərrikdən gələn səsdir. Mühərrikin içindəki hissələrin aşınması, həmçinin pistonla silindr arasındakı boşluğun artması səbəbindən yaranır. Eşitdiyiniz səs klapandan gəlir və adətən yağlanmanın zəifləməsi, hissələrin aşınması, həmçinin klapanın boşluğunun düzgün tənzimlənməməsi səbəbindən yaranır. Bu səs hidravlik gücləndirici nasosdan gəlir və adətən sükan yağının azalması, çirklənməsi ya da nasosun aşınması səbəbindən yarana bilər. Bu da starterdən, yəni işəsalma mühərrikindən gələn səsdir. Adətən akkumulyatorun zəif olması, starter çarxının aşınması və ya mexanizmin ilişməsi səbəbindən yaranır. Mən Asil Müf. Birlikdə hər gün öyrənək.